Ötən həftənin əsas müzakirə edilən məsələlərindən biri də Böyük Britaniyanın Azərbaycana məxsus Zəngəzur tankerinə sanksiya tətbiq etməsi oldu. Bu gəmi Rusiyanın neftini daşımaqda ittiham olunan 100 tankerin siyahısında yer alır. Qərar mayın 9-da verilsə də hələ ki Azərbaycan hökuməti bununla bağlı rəsmi mövqe bildirməyib. Halbuki Zəngəzur tankeri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və SOCAR-ın birgə müəssisəsinə məxsusdur. Hələ 2023-cü ildə Report İnformasiya Agentliyi məlumat yayıb ki, bu iki dövlət qurumuna məxsus tankerə İlham Əliyevin tapşırığı ilə Zəngəzur adı verilib. Siyasi şərhçi Elman Fəttah deyir ki, bu sanksiyanın ağır təsirlərinin olacağını düşürmək düzgün qərar olmaz. Çünki Avropa Rusiya ilə birbaşa ticarətdən imtina etsə də, Rusiya neftindən hələlik tam imtina etməyib. Rusiya ilə birbaşa ticarətdən imtina etmişdilər, amma Rusiya neftinə ehtiyacı tam qarşılaya bilməmişdilər. Bu baxımdan müxtəlif ölkələri, xüsusilə də Azərbaycan kimi ölkələri tranzit kimi seçərək, potensialından daha artıq enerji alışını nəzərdə tutan sazişlər imzalayaraq əslində buna göz yumacaqlarını göstərmişdilər ki, daha çox neft istəyirik və göz yumacağıq hardan alıb, hardan verdiyinə. Siyasi şərhçinin sözlərinə görə, indi artıq belə görünür ki, Avropa öz neft ehtiyacını alternativ vasitələrlə qarşılaya bilir. Ona görə də Rusiya neftinin daşınmasına göz yummaqdan imtina edir. Elman Fəttahın sözlərinə görə bu məsələyə siyasi tərəfindən baxmaq daha doğru olardı. Bu nüans da yeni bir testdir ki, Azərbaycana münasibətdə Avropa, Qərb artıq özünün bu etik dilemmasını, mənfəət və prinsiplər üzərindəki var-gəllərini hansı istiqamətdə yönədəcək. Yavaş-yavaş prinsip məsələləri artıq daha aktuallaşmağa başlayır. Bu sanksiyanın qoyulması da onun bir tərkib hissəsi kimi qəbul edilə bilər. Yeri gəlmişkən, Azərbaycana məxsus Zəngəzur adı daşıyan iki gəmi var. Onlardan biri Xəzərdə, digəri isə beynəlxalq sularda üzür. Sanksiya tətbiq olunan tanker məhz Afromax tipli Zəngəzur tankeridir. Bu tankerin ötən ilin avqustunda Star Neft emalı zavodunda yük boşaltma prosesi ilə Xəzər Dəniz Gəmiçiliyinin sədri Rauf Vəliyev yerində tanış olub. Bəs Azərbaycan hökumətinin məhz Böyük Britaniyanın bu qərarı verməsi ilə bağlı mövqeyi nədir? Milli Məclisin deputatı, Azərbaycan Böyük Britaniya Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun üzvü Zahid Oruc deyir ki, iki ölkə arasında həm siyasi, həm də iqtisadi baxımdan yaxşı əlaqələr mövcuddur. Amma buna baxmayaraq, bəzən arzu edilməz hallar ola bilir. Baxmayaraq ki, Britaniya parlamenti, o cümlədən hökumətin bir sıra hallarda həm də medianın içərisində siyasi rəngarəng bir mühitdir. Bu mənada Azərbaycana yönəlik bir sıra hallarda bizim arzu etmədiyimiz davranışlar, qərarlar, addımlar, bəyanatlar, məqalələr də yer alır. Lakin biz bunu bütövlükdə Britaniya dövlətinin mövqeyi saymamışıq. Zahid Oruc hesab edir ki, bununla bağlı Azərbaycan parlamentində mövqe qoymağa tələsmək olmaz. Çünki məsələ hələ tam dəqiqləşməyib. Məsələ tamamilə aydınlaşdırılmadan, bütün hüquqi şərtlər bəlli olmadan, faktın heç özünün doğruluğu təsdiq edilmədən, oradan Azərbaycan dövlətinin və onun xüsusi olaraq da Xarici Siyasət İdarəsinin rəsmi münasibət bildirməsini gözləmək və yaxud bildirmədiyi əsasında əlavə mülahizələr, qənaətlər hasil etmək də çox yanlışdır. Zəngəzur tankerinə tətbiq olunan sanksiyalar təkcə bir neft daşıyıcısına yönəlsə də, onun fəaliyyət istiqamətləri ilə məhdudlaşmır. Bunun ölkə iqtisadiyyatına, onun ticarət nüfusuna hansı birbaşa təsirlərinin olacağı hələlik qeyri-məlumdur.